Taksi. Rayona bir nəfər. Ver pulunu get ünvana. Ya əbəlfəs, mənim üçün bir yağlı bir klient getir. Hələ görüm gözələm. Vay, nə göysək oğlan imiş. Salamlarımızdan rayona gitsən. Bəli, rayona gedirəm, qardaş. Gedək də rayona. Ay, sənə Allah mənə getirdi, otur gedək. Bəyağdan 1 saatlıq klient gözləyirəm. Yoxdur, qardaş, o qədər taksi çoxalıb, bilmirsən nə qarəsən. Gedək? Gedəyəm. Gedək, başıma dönərəm. Taksi şoförü getir məni nazlı yara taksi şoförü. Əmi qurban, söhbət eləsən baş ağrı olmaz. Buyur əmizən, xoşdur. Valla bizim vaxtımızda hörmət var idi, izzət var idi, böyük kişilik var idi. Böyük gələndə kiçik ayağa qalxardı. Biz Sovetdən qalmış insanlarıq bala. İndi hər şey dəyişir. İndiki uşaqlara söz demək olmur, adamın üzünə qaydır bala. Düzdür. O vaxtki dövrün uşaqları ilə bala, indiki dövrün uşaqlarından çox fərq var. Var əmi, düz deyirsin. Taksi şoförü. Satdıq ünvana, əmi qurban, düşə bilərsən. Yaxşım, çox sağ olun. Siz də sağ olun, Allah razı olsun. Kəmi nə qədər pul elədi? Valla 2 manat. 2 manat? Bəli. Ay, ki, mənim 2 manat pulum var. Elə gələk taparan olsun. Nə olsun? Deyirəm, taparan olsun. O, tərbiyəsiz, bəyəqdə səni başa sallam. A, tərbiyəsiz də varsan. Buracı, köpük uşağı.